Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə leksik təhlil haqqında danışacağıq. Artıq leksikanın ilk 5 dərsini bitirdik. Leksika haqqında bütün nəzəri məlumatları öyrəndik. Bu dərsimiz isə bütün öyrəndiklərimizi tətbiq etmək, praktika mahiyyətini daşıyır. Əgər indiyə qədər bütün mövzuları qeyd tutaraq aktiv bir şəkildə dinləmisinizsə, hər mövzunun testini işləmisinizsə, deməli artıq leksik təhlilə hazırsınız. Artıq öyrəndiklərimizi praktika eləyə bilərik. Bu dərsimizdə digər dərslərimizdən fərqli olaraq sadəcə nəzəriyyə danışmayacağam. Qısa olaraq leksik təhlil haqqında nələri bilməliyik qeyd eləyəcəm. Daha sonra isə 5 nümunə seçmişəm test toplusundan. Həmin nümunələr əsasında leksik təhlili necə daha yaxşı eləyə bilərik sizə əyani bir şəkildə göstərmək istəyirəm. Belə, bu dəfə 3 sual yox, sadəcə 1 sual ətrafında danışıram. Deməli, leksik təhlili eləmək üçün, leksik təhlili çox yaxşı bir şəkildə bacarmaq üçün nələri bilmək lazımdır? Bir qeyd eləyirəm. Sözün leksik mənasını dəqiq bilmək lazımdır. Yazıram leksik məna. Məna. Leksik təhlil üzərində həmişə orada qeydlərdə sözün mənası verilir. Ya doğru verilir, ya da sizləri çaşdırmaq üçün yanlış verilir. Ona görə bir sözün leksik təhlilini edə bilməyiniz üçün ilk növbədə həmin sözün ümumiyyətlə bütün sözlərin, yəni leksik mənasını bilmək lazımdır. Bunun üçün lüğət ehtiyatımız zəngin olmalıdır. Zəngin lüğət ehtiyatı. Aha. Daha sonra nəyi bilməliyik? Daha sonra qeyd eləyirəm. Söz həqiqi mənada işlənib, ya məcazi mənada işlənib və yaxud da bu sözün məcazi mənası varmı? Bunu bilməyiniz lazımdır. Qeyd eləyirəm. Həqiqi və məcazi mənada işlənməyi. Məcazi mənada işlənməyi. Bunu bilməyiniz lazımdır. Bunun üçün də nə lazımdır? Yenə də zəngin lüğət ehtiyatı. Lüğət ehtiyatı. Daha sonra nəyi bilmək lazımdır? Qeyd eləyək. Sözün amonim olub olmamağını bilmək lazımdır. Amonim olub olmadığını. Məsələn, söz verilir, yazır ki, bu söz amonim kimi işlənə bilmir. Lakin sözün amonimliyi varsa, həmin variant səhv olacaq. Ona görə yenə də nə lazımdır? Zəngin lüğət. Yəni nə qədər çox söz bilsə, sözün amonimliyini nə qədər bilsə, sözün məcazi mənada işlənib işlənmədiyini nə qədər yaxşı bilsəz, testləri o qədər yaxşı işləyə biləcəksiniz. Daha sonra sözün sinoniminin olub-olmadığını biləcəksiniz. Sinonimini. Tutaq ki, düşünürsünüz ki, sinonimi var. Təxmin eləmək başqadır. Bir də həqiqətən o sözün sinonimi nədirsə, onu axtarıb tapmağınız lazımdır. Sadəcə düşünməyin. Əgər tərəddüd eləyirsinizsə, lüğəti açın, baxın. Yəni düşünməyin ki, mən hal-hazırda test işləyirəm. Mən lüğəti açıb baxsam, səhv eləmiş olaram, köçürmüş olaram. Əmin olmadığınız hər şeyi araşdırın. Yəni bu testi köçürmə mənasına gəlmir. Siz bir dəfə baxdınız, lüğətdən yadınızda qalacaq. Növbəti dəfə imtahanlarda düşərsə, artıq çox rahatlıqla tapa biləcəksiniz. Sinonimini xatırlaya biləcəksiniz. Bunun üçün nə bilmək lazımdır? Bunun üçün də zəngin söz ehtiyatı lazımdır. Lakin bir məsələ də var, onu da qeyd edeyim. Burada ən çox şagirdləri necə çaşdırırlar? Baxın, məsələn, söz isimdir, onun sinonimini sifət olaraq verirlər. İndi nümunədə göstərəcəm üzərində. Məsələn, əl açıq. Aha, əl açıq sözü sifətdir. Bunu bilirik. Bunun məsələn sinonimini yazır ki, sinonimi səxavət sözüdür. Səxavət isimdir, əl açıq isə sifətdir. Səxavətli olarsa əgər sifət sayılır. O zaman sinonim sayılacaq.
Məsələn, bir sözün sinonimi o söz hansı nitq hissəsidirsə, sinonimi də həmin nitq hissəsi olmalıdır. İsmin sinonimi isim olmalıdır. Sifətin sinonimi sifət olmalıdır. Buna diqqət eləyin. Burada nitq hissəsi məsələsinə xüsusi diqqət etmək lazımdır. Daha sonra sözün antonimi varmı? Varsa hansı sözdür? Bunu araşdırmağınız lazımdır. Aha, burada da nəyə diqqət eləmək lazımdır? Yenə eyni məsələ. Nitq hissəsi məsələsinə diqqət eləyin. Nitq hissəsi. Əgər verilən söz sifətdirsə, onun antonimi də sifət olmalıdır. Əgər verilən söz isimdirsə, onun antonimi də isim olmalıdır. Bu məsələlərə diqqət eləyin. Söz ümumiişləkdir ya ümumiişlək deyil. Sözün ümumiişlək olub, olmamağı da leksik təhlildə qeyd olunur. İşlək. Ümumiişlək sözlər hər kəs tərəfindən başa düşülən, hər kəs tərəfindən istifadə olunan sözlərdir. Ümumiişlək olmayan sözlər isə müəyyən qrup insanların başa düşdüyü və istifadə etdiyi sözlərdir. Məsələn, dialekt sözlər ümumiişlək sözlər siyahısına daxil deyil. Dialekt sözlər müəyyən bölgədə, müəyyən regionda istifadə olunan sözlərdir. Yəni hər kəs tərəfindən anlaşılmır. Bu şəkildə yadda saxlaya bilərsiniz. Məsələn, söz əgər köhnəlmiş sözdürsə, termindirsə, dialekt sözdürsə, deməli o söz hər kəs tərəfindən başa düşülmür. Müəyyən qrup insanlar tərəfindən başa düşülür. Belə. Daha sonra nə qeyd olunmalıdır leksik təhlildə? Sözün mənşəyi. Sözün mənşəyi qeyd olunmalıdır. Söz əsl Azərbaycan sözüdürmü, ya alınma sözdürmü? Bu da qeyd olunmalıdır. Bunu da qeyd elədim. Leksik təhlili yaxşı bilməyiniz üçün bu dediyim məqamlara diqqət etmək lazımdır. İndi sizlər üçün test toplusundan seçdiyim 5 test üzərində daha ətraflı leksik təhlil eləyək və orada xüsusi məqamlara diqqət eləyək. Gəlin birinci testimizə baxaq. Birinci testdə bizdə qalibiyyət sözü ilə bağlı düzgün fikirləri istəyir. Üzərində mütləq qeyd eləyin. Düzgün fikirləri istəyir. Qalibiyyət sözü köhnəlmiş sözdürmü? Köhnəlmiş söz deyil. Ona görə 1 olan variant yanlışdır. Daha sonra sözün sinonimi varmı? Qalibiyyət sözünün sinonimi var. Zəfər, qələbə, qalibiyyət sözünün sinonimləridir. Deməli, sinonimi var. Bu doğrudur. Antonimi varmı? Qalibiyyətin antonimi məğlubiyyətdir. O da var. Bu da doğrudur. Deməli, biri 2-dir, biri 3-dür. Bax, 2-3 olan variant C variantıdır. 6-ya da baxaq. Müstəqil leksik mənaya malikdir. Doğrudur. Öz leksik mənası var. Qabiliyyət sözünün sinonimidir. Qabiliyyət sözünün sinonimi deyil. Sadəcə yazılışları oxşuyur. Anonim kimi işlənə bilmir. Bu da belə. Aha, deməli burada nələr lazım oldu bu testi düzgün yazmağımız üçün? Sözün leksik mənasını bilməyimiz lazımdır. Zəngin söz ehtiyatımız olmalıdır. Sözün antonimi və sinonimini bilməyimiz üçün. Belə, əsas bunlardır. Daha sonra ikinci testimizə baxaq. Məlumat sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikir istəyir. Antonimi yoxdur. Doğrudur. Antonimi yoxdur. Sinonimləri əhvalat, sərgüzəşt sözləridir. Xeyr. Əhvalat, sərgüzəşt nə deməkdir? Hadisə və yaxud da olay. Məlumat sözünün sinonimi hansıdır bəs? Məlumat sözünün sinonimi ola bilər izahat, ola bilər xəbərdarlıq, yaxud bildiriş. Bax, məlumat isimdirsə, bunlar da isim olmalıdır. Hər biri isim. Aha, burada isə hadisə sözünün sinonimləri verilib. Deməli, səhv fikir elə B variantı olacaq. Anonim deyil, doğrudur. Termin kimi işlənə bilmir, doğrudur. Leksik və qrammatik mənaya malikdir. Sözün mənasını dedik. Sözün mənası izahatdır, xəbərdarlıqdır. Qrammatik məna isə isimdir, ad bildirir. Bu da belə. Yəni, həm leksik mənası var, həm də qrammatik mənası var. Bu da doğrudur. Yanlış variant B variantıdır. Növbəti testimizə baxaq. Ədalət sözünün xüsusiyyətləri ilə bağlı səhv fikri istəyir. Sözümüz ədalət sözüdür. Sinonimi varmı? Sinonimi var. İnsaf ola bilər və yaxud da mürüvvət söz ola bilər. Aha,
səhifə istəyir, ona görə A variantı deyil. Ümumiləşdirmə sözdürmü? Hər kəs tərəfindən başa düşülürmü? Bəli. Bu da doğrudur. Antonimi ətalət sözüdür. Ədalət nə deməkdir? İnsaf, haqq ədalət, mürüvvət. Orada insaf sözünün mənasını bildik. Bəs daha doğrusu ədalət sözünün mənasını bildik. Bəs ətalət nə deməkdir? Ətalət fəaliyyətsizlik, hərəkətsizlik, süslük deməkdir. Aha. Deməli, heç əlaqəsi olmayan sözlərdir, sadəcə yazılışları bənzəyir. Ona görə antonimi deyil, yəni bir-birinin antonimi deyil. Antonim sözlər bir-birinə mənaca zidd olan sözlərdir. Bu da tapdıq bunu. C variantı olacaq variantımız. Tək mənalıdır, doğrudur. Amonim kimi işlənə bilmir, bu da doğrudur. Vəssalam. 3-cü testimizdə elədik. Daha sonra maarif sözünün leksik xüsusiyyətləri ilə bağlı fikirlərdən biri səhvdir. Deməli, sözümüz maarifdir. Mən bunun üzərinə yazdım. Sözümüz maarifdir. Bizdən nə istəyir? Səhv fikir istəyir. Baxın, burada maraqlı məqam nədir? Maarif nə? Maarif isimdir. Burada isə baxın, sifət şəklində veriblər antonimlərini. İsmin antonimi də, sinonimi də isim şəklində verilməlidir. Sifətin antonimi və sinonimi sifət kimi verilməlidir. Burada ismin antonimi sifət ola bilərmi? Yox. Maarifin antonimi isim olmalıdır. Sifət olmalı deyil. Ona görə A variantı doğru variantdır. Yəni yanlış, səhv variantı istəyir bizdən. Amonim söz deyil, doğrudur. Mənasına görə bilik vermək, təhsil, savadlandırma deməkdir, doğrudur. Köhnəlmiş söz deyil, doğrudur. Tək mənalı sözdür, doğrudur. Variantımız A variantıdır. Baxaq 5-ci testimizə. Baxaq, istehza sözünün leksik xüsusiyyətləri ilə bağlı səhv fikir istəyir. Deməli, sözümüz istehzadır. Səhv fikir istəyir. Baxaq, tək mənalıdır, doğrudur. Antonimi yoxdur, doğrudur. Sinonimi rişxənd sözüdür, doğrudur. Köhnəlmiş sözdür, yox. Hələ də istifadə eləyirik. Hələ də mənası hər kəs tərəfindən bilinən sözlər siyahısındadır. Ona görə köhnəlmiş söz deyil. Elə variantımız D variantı olacaq. Belə. Məsələn, burada bunu bilməyimiz üçün yenə də istehza sözünün mənasını bilməliyik, sinonimini bilmək üçün zəngin söz ehtiyatımız olmalıdır. Burada nitq hissəsi məsələsinə diqqət eləmək lazımdır. Hər birində qeyd eləməsinə nələrə diqqət eləmək lazımdır. Ümumi olaraq, son olaraq onu da deyim ki, leksik təhlili yaxşı eləyə bilməyiniz üçün çoxlu söz bilməlisiniz. Lüğət oxuyun, kitablar oxuyun, mənasını bilmədiyiniz sözləri mütləq araşdırın və qaydaları yaxşı bilin. Vəssalam. Ümumiləşdirsək, bu iki qayda ilə ümumiləşdirə bilərik. Belə. Leksik təhlil nümunələri ilə də leksika bölməsini yekunlaşdırırıq. Əgər hər hansı sualınız varsa, bu bölmə ilə bağlı rəyiniz varsa, mütləq rəylər hissəsinə qeyd eləyin. Bu bölməlik bu qədər. Növbəti dərsimizdə, növbəti bölməmizdə görüşərik. Xudahafiz.